Hə, başlayaq. Ömər, harda qalmışdıq güvəndə? Tərcümə testində 240-a qədər. 240-dan 240. Natural ədədləri. qurtardı. Onu bitirdik. Tamam. Onda hansı mövzuya baxmalıyıq? Növbəti mövzu aydınlıq kəsir, düzdür? Bəli. Aha, tamam. Deməli, adi kəsirlər. Buyur, nə sualın var? Ver, başlayaq getməyə. Mənim yox, sualım yoxdur. Adi kəsirlərdə sualımız yoxdur. Xeyr. Əla. Onluq kəsirlərdə elə izah eləmişdim keçən dərs, doğrudurmu? Qaydasını Bəli, ikisini bəli. birlikdə izah eləmişdik. 170-ə kimi deməli gəlirdi adi kəsirlər, sonra da onluq kəsirlər. Onluq kəsirdən heç vermədim deyə xatırlayıram, yoxsa verdim? Onluq kəsirdən müəllimə dediniz ki, yüzünü işləyə bilsən işlə, işləyə bilməsən də verərəm. Hə, Cəmi zamana görə dərsləşdirərsən. demişdik. Bəli, vaxt çatdırsan işləyəcəkdin. İşləyibsən, nəsə sual var bəs burada? Mənim onluq kəsirdə bəli. Buyur, sualını ver. Müəllimə 27-də 27. Böyüdək, baxaq sualımıza. Demək, 27. Deyir ki, ifadənin qiymətini hesablayaq. Yaxşı, gəl hesablayaq. Deməli, əvvəlcə başlayırıq bu ikisini toplamaqla. Elə buradan yazacağam. 46 tam onda 5 üstə gələk. 19 tam onda 7. Vergülün altına düşəcək şəkildə yazdım. 5 ilə 7-ni toplayıram, verir mənə 2, 1 yadda. Vergülümü atdım olduğu kimi yerinə. 9 ilə 6-nı topladım və 1 yaddamı da əlavə etdim, verdi mənə 6, 1 yadda. 4 ilə də 1-i topladım, 5, 1 yadda 6. Deməli, qiymətim bu oldu. İndi bundan çıxmalıyam mən 8 tam %49. Onu da buradan yazaq. Deməli, 66 tam onda 2-dən çıxıram 8 tam %49-u. Bir dənə nəyə fikir verirəm? Vergülün altına düşəcək şəkildə yazıram. İndi baxıram, burada 2, burada 49-dur. Bunun yanına sıfırını atıram. 2-dən birini verdim sıfıra 10, ondan 9 çıxdım 1. Qaldı burada 1. 1-dən 4 çıxa bilmirəm. Aydın məsələ altdan birini verdim yan tərəfə. 11, 11-dən 8, 4 çıxdım. hə, 7. Hə, birini vermişdik yan tərəfə axı. Buradan birini verdik bura. Qaldı burada 1. 1-dən də 11-dən 4 çıxanda nə verdi mənə? 7 vergül atdım. Burada nə qaldı? 5. Elə bil ki, burada artıq 65-dən 8 çıxıram. Bu da verir mənə 57. Demək ki, cavabım 57 tam %71-dir. Aydın oldu? Bəli. Qeyd götürək. Bitirən zaman növbəti nömrə. Yaxşı. Bitdi müəllim. Aha, növbəti nömrə. Müəllimə bir də şey 28. İndi bax 28 eyni tipdəndir. Əvvəlcə sənə 2 dəqiqə vaxt verirəm. Sən özün hesabla, daha sonra mən hesablayaraq yenidən izahını verəcəm. Görün başa düşdükmü? Yəni. 4, 4, 4. Tecrübe. Müəllimə bir dənə söz demək olar. Bəli, buyur. Müəllimə burada 3-ü 5-in altından yazım, yoxsa 4-ün altından? 3-ü 5-in altından mı? Vergülün altına düşəcək şəkildə tarazlamaq lazımdır. Ha, onda belə. Müəllimə cavabım 2 tam 254. Mində Baxaq. 250. Cavab Deməli, C variantı. yaxşı. Gəl indi yoxlayaq görək düzmü alındı. Əvvəlcə qiymətlərimi olduğu kimi yazıram. Vergülün altına düşəcək şəkildə. Toplayaq. Deməli,
Bir ilə 3'ü topladım 4, 4, 4 və burada da 5. 5 tam 1000-də 444 verdi. Bundan çıxmalıyam 3 tam %19'u. Kənarda yazaq bu qiyməti. Vergülün düşəcək, altına düşəcək şəkildə vergülü atdım. 1, 9. İndi çıxmanı yerinə yetirirəm. 4 olduğu kimi düşür aşağı. 4-dən işimiz yoxdur. Elə bir buradakı bir sıfırdır. Bu biri 4-dən 9'a çıxmaq üçün 14'dən 9'u çıxıram, verir mənə 5. Burada qaldı 3. 3'dən 1 çıxdım 2. Vergül yerinə qayıtdı. 5'dən də 3 çıxdım 2. Bəli, cavabın tamamilə doğrudur. 2 tam 1000-də 254. Növbəti nömrəmiz. Ben bir de 29'u başa düşmedim. Ona özüm yerimde yazıp size desem olar. Bəli, olar. Tamam. Bir dəqiqə vaxt verək, özün yoxla. Yaxşı. Məncə 4'də 1'imiz 0 tam %80 eləyir. Yox, 80 yox. %25. %25. %25. Bəli. Bəli, %25. Elə bil ki, 100'ü 4 yerə bölüb 1'ə vurursan. Bildim. Ama cevabın 0,70. D var yalnız. Deməli, bəli, tamamilə doğru. 0,7 kimi də oxuyuruq biz bunu. Yəni, əgər ki, %70 alırsansa, belə deyək də, bax, bu şəkildə alırsansa, burada artıq bu sıfırı nəzərə almağına ehtiyac yoxdur. Bu sıfırı artıq nəzərə almırıq. Əgər dalı sıfırdan davam edirsə. Elə onda 7 deyirik, vəssalam, dayanırıq. Başqa sual var nömrə? Değil mənim. Aha, deməli, burada başqa sualımız yoxdur. Buradan hara kimi işləyibsən? 100'e kimi. 100'ə kimi işləmişik buradan. Tamam. Neçə sualdır cəmisi? Hə, yeni mövzuya başlayırıq. Əla, nisbət tənasüb mövzusuna keçirik demək ki. Gələk yeni mövzumuza. Ama nispet tənasübdən faizdən də verəcəksiniz. Bəli, nisbət tənasübü verəcəm, faizi amma bugün verməyəcəm testini. Yəni çatdıra bilsən, təbii ki, izahını mən verəcəm, işləməyə çalışsan, işləsən əla olar. Yəni vaxt cəhətdən ki, sən biraz daha sürətlə aparmış olaraq. Amma Ben əsas nisbət tənasüb bir mövzu verilib testdə. Faiz ayrı bir mövzu kimi verilibdir. Mütləq şəkildə nisbət tənasübü tapşırıq olaraq verirəm. Faizi də çatdırsan, yenə təbii ki, işləyərsən. Mənim nispət tənasüb faiz ümumilikdə nə qədər eləyir? Bir dənə zəhmət olmasa deyə bilərsiniz. Ümumilikdə nə qədər eləyir? Tamam, bir dənə nömrələrinə baxım testdən. 2 saniyə. Deməli, güvəndə. Deməli, nisbət tənasübün toplam 110 dənə sualı var. Faizin də əlavə olaraq 90 sual. İkisi birlikdə 200 sualdır. 111 Amma idi, mənim 91 idi. işləyərəm. Vaxt, İşləyərəm mən. tamam, digər dərslərindən əgər vaxtın çatacaqsa, işləyəcəksənsə əla işlə. Gələk indi nisbət, tənasüb, faiz mövzusunun izahına. Ümumiyyətcə nisbət nədir? Bir kəmiyyətin digər kəmiyyətə bölünməsi nisbətdir. Hansı ki biz bunu kəsirlərdə də demişdik. Yuxarıda misal üçün B-də A kəsiri demişdik. Bu nə demək idi? A-nın B-yə nisbəti, yəni bölünməsi demək idi. Bu bizdə adlanır nisbət. Nisbətin var bir də faizdən ifadə olunması. Nisbəti faizdən ifadə etmək üçün isə həmin o qiyməti 100-ə vurmaq lazımdır. Misal üçün 5-də 3-dür mənim nisbətim. Mən bunu faizlə ifadə etmək istəyirəmsə 100-ə vurmalıyam. Və bunu da 100-ə vurduqda tapırıq buradan 60% qiymətini. Yəni ümumiyyətcə ədədin faizini tapanda həmin o deyilən hissəni, həmin qiyməti 100-ə vurmaq lazımdır.
ki biz onda onun faizlə, həmin nisbətin faizlə ifadəsini tapmış oluruq. Deməli, ədədləri dedik ki, nisbəti var. Nisbətdə var, bir var düz mütənasib asıllıq, bir də var tərs mütənasib asıllıq. İndi gələk bu anlayışlara. Ədədin verilmiş ədədlərlə düz mütənasib hissələrə ayrılmasına baxaq. Bu o deməkdir ki, 90 ədədini 3 pay, 5 pay və 7 pay olmaqla 3 yerə bölünür. Yəni toplam 90-dır bunların cəmi. Mən o 90-ı 3 nisbətdə, 5 nisbətdə və 7 nisbətində bölmüşəm. Bu nisbətlərin qiymətini tapmaq üçün isə nə edirik? Həmin o 3-ün, 5-in, 7-nin yanında misal üçün k artırıb burada. X artıra bilərsən, nəsə bir kəmiyyət. Bunları topladıqda verir bizə nə? 15k. Bərabərdir 90-a. Toplam nədir dedik? 90 ədədini deyirdik də. 90-ı bölürük 15-ə və tapırıq ki, bir payımız belə deyək, bir nisbətimiz nəyə bərabərdir? 6-ya. Bir dənə hissəm əgər 6-dırsa, onda mən buradan uyğun olaraq 3, 5, 7 nisbətlərini də tapa bilərəm. 3-ü 6-ya vursam birinci qiymətin 18, 6-nı 5-ə vursam ikincini 30 və 6-nı 7-yə vursam sonuncu ədədin 42 olduğunu görərəm. Və 18, 30, 42-nin cəmi həqiqətən də mənə 90-ı verir. Yəni mən burada 90-ı 3 pay, 5 pay və 7 pay nisbətlərində əgər bölsəm, 18, 30 və 42-yə bərabər olduğunu görmüş oluram. İndi gələk bir də verilmiş ədədin tərs mütənasib asıllığı. Tərs mütənasib asıllıqda isə biz kəsirdən istifadə edirik. 2-də 1 hissə, 3-də 1 hissə və 4-də 1 hissə kimi. Yəni əgər ədəd mənə 2, 3, 4 ədədləri ilə tərs mütənasib hissələrlə verildiyini deyirsə ədədin, bu zaman bu formada kəsirlərlə aparırıq və daha sonra onları ortaq məxrəc edirik. 2, 3, 4-ü ortaq məxrəci nədir? Təbii ki 12. Daha sonra adi qaydada adi kəsirlərin toplanması qaydasından istifadə edərək 2-də 1, 3-də 1 və 4-də 1-ləri toplayıb 12-də 13 K qiymətini alırıq. Və bu da bərabərdir 156-ya. Yenə bərabərləşdiririk ümumi cəmə. K-nı tapmaq üçün isə 156-nı bölürük yenə bayaqki kimi həmin o deyilən nisbətlər cəminə. Və təbii ki, burada artıq bu hissə adi kəsir qaydasıdır. Bilirik ki, bölmə olduqda nə edirik? Kəsri tərsinə fırlayıb vurma eləyirik. Və buradan da qiyməti tapırıq. K üçün 144. Yəni mənim bir dənə K-m 144-dür. Burada artıq məndən hansı hissəni soruşursa, həmin o 144-ü uyğun olaraq bu kəsir hissələrə vurmalıyıq. Yəni 144-ü uyğun olaraq, bayaq necə ki yuxarıda vurmuşduq, uyğun olaraq 7-yə, 6-ya, 42-yə. Həmin bu 144-ü uyğun olaraq vururam 2-də 1 kəsrinə, daha sonra 144-ü vururam 3-də 1 qiymətinə, biraz sərgəli yazaq, və daha sonra 144-ü bir də vururam 4-də 1 hissəsinə. Məndən nə istəyir? Bu ədədlərdən ən kiçiyini tap deyir. Mən indi üçünün də tapılma üsulunu yazdım. Ən kiçiyi təbii ki, kəsirlərin müqayisə qaydasından bilirik ki, sürətləri eyni. Məxrəcləri müxtəlif olan kəsirlərdə məxrəci böyük olan kiçik kəsirdir. Yəni 4-də 1 mənim xırda qiymətimi ifadə eləyəcək, balaca qiymətimi ifadə eləyəcək. Ona görə 144-ü 4-də 1-ə vuranda bu ədədlərdən uyğun olaraq ən kiçiyini, yəni 36-nı tapmış oluruq. Bu ikisi arasında problem var, nəsə qaranlıq bir şey var? Xeyr, müəllimə. Amma aydınca keçək o birisiyə. Gələk indi tənasübə. Tənasüb nədir bəs? Tənasüb kənar hədlərlə orta hədlərin hasillərindən ibarət bərabərlikdir. Kənar hədlər dedikdə, yəni misal üçün, bax burada bu formada yazılıbdır. Tənasüb dedikdə misal üçün başqa qiymətlər götürək. X bölək Y bərabərdir Z bölək D yazaq misal üçün. Belə qiymətlərdə, bax bu iki kənar hədd, yəni X ilə D. Bərabər olur Y-lə Z-in hasilinə. Y və Z-in hasilinə. Bax, bunu biz tənasüb adlandırırıq. Kənar hədlər və orta hədlər. Nisbətdə iki nisbətin bərabərliyində kənar hədlərlə orta hədlərin hasili bir-birinə bərabərdir və bu da tənasüb adlanır. Bu indi bu formada mənim yazdığım. Bir də var, bax bu şeylərdə elə eyni şey deməkdir. Yəni kəsrlə yazıb da. Təbii ki, mən bilirəm ki, burada A-nın C-yə nisbəti bax bu formadadır. Yəni bu yazılış ilə bu yazılış deməkdir. Sadəcə sənin indi gözündə fərqli gələ bilər deyə mən bunu da qeyd elədim. Yəni bax bu yazılışımız bizim elə bu yazılışa bərabərdir. Və biz buradan əgər ki yenə hasili tapmaq istəyiriksə,
bu şəkildə tənasüb qururuq. A-nı D-yə, B-ni C-yə vururuq. Yəni çarpaz şəkildə. Burada da həmçinin B-nin C-yə, D-nin A-ya hasili bərabər olmuş olur. B vuraq C bərabərdir A vuraq D. Yəni çarpaz X formasında. Burada olan həddi buradakına, burada olan həddi də buradakına vurduqda bərabərləşir. İndi deyə bilərsən ki, müəllim, bəs burada mötərizəli, daha doğrusu üstəgəlli çıxmalı ifadələr var. Bunlarda nə edirik? Bunlarda isə bunları bütöv bir mötərizə kimi nəzərə almaq lazımdır. Mötərizə kimi dedikdə, yəni necə? Mən bu D qiymətini A üstə gələk B-nin cəminə bu şəkildə vurmalıyam. A üstə gələk B-ni mötərizədə yazıram, vururam D-yə, bərabərdir. C üstə gələk D, yenə mötərizədə vuraq B-yə. Bax, vuran zaman bunu nəzərə almaq lazımdır. Yaxşı. Çıxmasında da həmçinin buraları belə mötərizə şəklində nəzərə alırıq və çarpaz şəkildə hasillərinə baxmış oluruq. Və sonuncu hissəyə baxaq. Burada da A-nın B-yə, C-nin D-yə hasilləri, əgər nisbətlər daha doğrusu bir-birinə bərabərdirsə, biz buradan belə bir nəticə çıxarırıq ki, A-nın B-yə nisbəti nədirsə, yəni bunu K-la ifadə eləyibdir, C-nin D-yə nisbəti də həmin o K-ya bərabər olacaq. Yəni hansısa bir qiymət dayana bilər artıq burada. Nümunədə də baxaq. Misal üçün, mənə veribdir burada, deyir ki, bu tənasübdən x-i tapaq. Bu tənasübdən x bilirik ki, çarpaz şəkildə hasil. 6-nın 13-ə hasili 2-nin x-ə hasilinə bərabərdir. Buradan da x-i tapan zaman 6 ilə 13-ün hasilini bölürük həmin o 2-yə və x üçün tapırıq 39 qiymətini. Növbəti gəlirik miqyas məsələlərinə. Miqyas məsələlərində isə bu miqyas məsələsi nədir? Yəni real ölçü. Tutaq ki, real həyatda hansısa bir məsafədə, kilometrinə bir məsafə verilibdir. Mən onu vərəq üzərində təsvir eləyən zaman, tutaq ki, bir xəritə hazırlamaq istəyirəm. Mən onu təsvir eləyən zaman aydın məsələ həmin o neçə kilometrdirsə, onu vərəqdə olduğu kimi kilometrlə ifadə edə bilmərəm. Yəni mümkünsüz bir şeydə o ölçüdə bir vərəqimiz olmayacaq bizim artıq. Ona görə biz bunları ifadə etmək üçün miqyasdan istifadə edirik. Miqyas da nədir? Yəni ölçünün müəyyən dərəcə kiçildilməsidir. Misal üçün mənə veribdir real ölçünü 8 kilometr. Deyir o məsafə xəritədə 2 santimetrə uyğun gəlirsə, miqyası nə qədər olacaq? Bu zaman biz həmin o 2 santimetri bölürük 8 kilometrə və təbii ki, burada ölçü vahidlərini çevirməliyik. Ölçü vahidlərində ümid edirəm ki, ibtidai sinifdən xatırlayarıq. Yəni aşağı siniflərdə 5-də ibtidai sinifdə keçilir ölçü vahidləri. Kilometr, Tamam. 1 kilometr neçə santimetrdir? Kilometr keçirdirik santimetrə və daha sonra onun nisbətinə baxırıq. 2 ilə də burada 8-i ixtisar aparırıq, adi kəsirlərin ixtisarı formasında və 1-in 400 minə bərabər olduğunu, nisbətin 1-in 400 minə bərabər olduğunu görmüş oluruq. Yəni Aydın. müəllimə Hə. yəni müəllimə 1 kilometrin 100 min santimetrə bərabər olması deməkdir də bu. Bəli. Bəli, yəni real ölçüdə, bəli, real ölçüdə olan həmin o qiyməti biz vərəq üzərində buna bərabərləşdiririk. Yəni real ölçüdə 8 kilometrdir, vərəq üzərində 2 santimetrə bərabərdir. Yəni biz baxırıq ki, onu neçə dəfə kiçiltmiş oluruq. Bax, bu qədər dəfə biz həmin ölçünü kiçiltmiş oluruq. Bildim müəllimə. Aha. Keçək davamına. Sonra. Gələk mütənasib kəmiyyətlərə. Deməli, iki kəmiyyətin uyğun qiymətlərinin nisbəti sabit olarsa, bu kəmiyyətlərə biz düz mütənasib kəmiyyətlər deyirik. Yəni, artımına uyğun əgər artırsa hər iki tərəf, onda bu düz mütənasib asıllıq olur. Misal üçün, biri var 6 saata 15 detal hazırlayan usta. Təbii ki, 25 detal üçün nə qədər vaxt lazım olacaq? 6 saatdan daha çox. Detal sayı nə qədər artırsa, 15 idi, olub 25. Təbii ki, saat sayı da buna uyğun formada artmalıdır. Buna deyirik düz Yəni 10 mütənasib saat. asıllıq. Bəli, bunu da tapmaq üçün 6 saatın x saata nisbətini 15 saatın 25 saata nisbəti kimi götürə bilərik. Bu zamanda yenə çarpaz hasillərə baxacağıq və buradan tapacağıq ki 10 saat. Yəni 15 detalı 6 saata hazırlayırsa 25 detalda 10 saata. Yəni saat miqdarı mənim artmış oldu. Nisbətləri bərabər olmuş oldu. Saatın saata, detalın detala nisbəti bərabər olur. Və düz mütənasib asıllığa uyğun başqa qiymətlər də burada göstəribdir.
Tutalım ki bir dənə dəftər əgər 35 qəpikdirsə, 2 dəftər bunun 2 qatı olacaq, 70 qəpik. 3 dəftər bunun 3 qatı olacaq, 4 qatı. Yəni bu da düz mütənasib asılılığa uyğundur. Yəni dəftər sayımız nə qədər artırsa, ödəniləcək məbləğ miqdarı da bir o qədər artmış olur. Bir də var kilometrdən getdiyi məsafə. Deməli, bizim saatla məsafəmizə baxaq. Əgər sürəti 60 kilometrdirsə, bu da yenə düz mütənasib asılılığa uyğundur. 1 saat 60 gedirsə, təbii ki, 2 saata bunun 2 qatını, 3 saata bunun 3 qatını, 4 saata bunun 4 qatını getmiş olacaq. Yenə bu da düz mütənasib asılılığa aiddir. Və bax, bunu burada da eyni şəkildə göstəribdir. 1 saata 60 kilometr gedir. 2 saata 120 gedir və həqiqətən də mən o 120-ni 2-yə böldükdə yenə 60-a bərabər olur. Yəni bax, sabitdir. Gedilən yolun zamana nisbəti burada sabit olmuş olur. Yəni deyilən həmin o nisbətlər bir-birinə bərabərdir. 4 saata 240 gedir və mən onu böldükdə tapıram ki, 1 saata yenə 60 getmiş olur. Yəni burayla düz gəlir. Burada yəni sabit olmuş olur və bu sabit K-nı ifadə eləmiş olur bizdə. Bax, buranı ifadə eləmiş olur. Və Hə. buradan da bizim qrafikimiz meydana çıxır. Bu qrafik. Düz mütənasib asıllığın bərabərliyin bu şəkildə ifadə olunur. Y bərabər KX. X-im nə qədər artırsa, Y-im də bir o qədər artmış olur. Bu adlanır düz mütənasib asıllığın düsturu. Nə qədər artırsa, o qədər artır. Cədvəldə Müəllimə, də görünür. Bəli. müəllim Y ilə X bir-birinə bərabər olur da. Xeyr, y ilə x bir-birinə bərabər olmur. Y-in x-ə nisbəti həmişə sabit olur, eyni şey olur. Bax, burada 60 y-dir, 1 x-dir. Yenə bu y ifadə edir, bu x-i, yenə y ifadə edir, x-i. Buradakı y-in buradakı x-ə nisbəti mənə nə verir? 183-ə böləndə 60 alırıq. Bəli, Eyni şəkildə 120-ni də 2-yə böləndə yenə 60 alırıq. bəli. Yəni, y-imin x-ə nisbəti hər dəfə mənə eyni qiyməti qaytarır. Və yaxud da belə baxaq. Mən əgər 1 saata 60 kilometr gedirəmsə, onda 2 saata 60-ı mən 2-yə vurub 120 getmiş oluram. Bax, bunlar Bəli. y-lər, bunlar x-lərdir. Və burada, daha doğrusu bunlar k-lardır, bunlar x-lərdir. Burada uyğun formada k-lar həmişə eyni şeydir. X-i artırdıqca, x neçə dəfə artırsa, y-lərim də bir o qədər dəfə artmış olur. Bax, buralar nə qədər artırsa, buralar da bir o qədər dəfə artmış olur. Bu düz mütənasib asıllıqdır. Biri artdıqca o birini də artırır özü ilə birlikdə. Məməkləz mütənasib cəmiyyətlərdə də eyni şey olur da. Yox, indi tərs mütənasibi deyəcəm. Tərs mütənasibdə tərsinə olur. Necə? Tərs mütənasib kəmiyyətlərdə hasil sabit olsa da biri qalxırsa, o biri digəri enir aşağı. Yəni biri artdıqca digəri azalmış olur. Gəl indi ona aid nümunələrə baxaq. Bax, dedik ki, tərs mütənasibdə kəmiyyətlərdən biri neçə dəfə artır və yaxud da azalırsa, digəri həmin dəfə azalır, artır. Yəni artanda azalır, azalanda artır. İndi misal üçün bir işi deyir 6 fəhlə 12 saata yerinə yetirirsə, bu işi 9 fəhlə neçə saata yerinə yetirər? Bunu belə düşün. Fəhlə sayımı 6 olanda 12 saatdır, düzdür? Mənim əgər fəhləmin sayı artsa, onda işin yerinə yetirilmə saatı avtomatik azalacaq. Yəni adam Bəli. sayı çox olduğuna görə daha sürətli işi yerinə yetirəcəklər, daha sürətli bitirəcəklər işi. Yəni adam sayı artdı, amma saat miqdarı azaldı. Belə olan halda da 6 ilə 12-ni bir-birinə vururuq. Ümumi işi tapırıq ki, 6 fəhlə 12 saata nə qədər iş görür? Tapırıq 72. Həmin o 72-ni indi 9 fəhlə neçə saata yerinə yetirəcək? 8. Əvvəl 12 saat idi. İndi oldu 8. Necə oldu? 6 dənə fəhlə keçdi 9 fəhliyə, yəni artdı. 6 fəhlə 12 saata yerinə yetirirdi. İndi 9 dənə fəhlə neçə saata yerinə yetirəcək? 8 saata. Bu neynədir? Azaldı. Bax, biri artdı, biri azaldı. Bu tərs mütənasib asılılıqdır. Biri artanda digər avtomatik azalırsa, bu tərs asılılıqdır. Və bu da dəfə miqdarı neçə dəfə artır, o qədər dəfə də azalmış olur. Aydındır? Hə.
Aha, bax, həmin şeyə aid də nümunə yenə işçilərin sayı ilə götürübdür. İşçilərin sayı 1 olanda işi görmək üçün 6 saat vaxt lazımdır. İşçinin sayı 2 olanda görülmə saatı, bax, işçinin sayı 1 idi, 2 qatı oldu. 2 dəfə artmış oldu. Onda miqdar, yəni görülmə saatı miqdarı neyniyər? 2 dəfə azalar. Nə qədər artırsa, o qədər azalmış olur. Və buradan biz tərs mütənasib asıllığın qrafikini görürük. Bax, bu da düsturudur. Bu tərs mütənasib asıllığın qrafikidir. Düzdə necə idi? Y bərabər idi kx-ə. X nə qədər artırdısa, y bir o qədər artırdı. Burada isə əksinə, bax, x-im nə qədər artırsa, y-in bir o qədər dəfə azalır. Yəni, həmin bu k-nı x nə qədər böyüyürsə, bir o qədər böyük qiymətə bölürəm. Bölürəmsə, təbii ki, digər tərəf avtomatik şəkildə azalmalı olur. Bu onun düsturudur, bəli. Müəllimə, indi bu o misala oxşar bir dənə misal deyə bilərəm. Bəlidir, buyur. Mən məsələn 5 fəhlə 12 saata işi yerinə yetirirsə, bəs mənim 6 fəhlə də 10 saata işi yerinə yetirəcək də. Bəli, bəli, Yəni 5-i vururuq 12, 60, 60-da bölürük bəli. 6-ya 10. Ay, sağ ol, bəli, düz. Həmin şeydə elə bax, sənin dediyin formaya uyğundur, qrafik buradadır. Düz mütənasib asıllığın grafikinə fikir verdinsə necə idi? Bu formada arta-arta gedirdi. Burada isə biri əgər artırsa, biri əgər yuxarılardadırsa, o biri mümkün qədər bu tərəfə doğru azalmış olur. Əgər bu üzü belə gəldikcə neyniyir? Bax, saat miqdarı neyniyir? Saat miqdarı azalır. Saat miqdarı azaldıkça işçilərin sayı neyniyir? Arta-arta gedir. Yəni biri artır, biri azalır. Bu bizim tərs mütənasib asıllığımızın qrafikidir. Bir də buna aid bizdə hansı məsələ tipləri var? Sürət məsələlərinin digər formasına baxaq. Deyir, avtobus iki məntəqə arası məsafəni saatda 100 kilometrlə 2 saata gedirsə, həmin məsafəni 80 kilometr sürətlə nə qədər vaxta gedər? Bax, 2 saatda hər birində 100 kilometr, saatda 100 gedirsə, məsafəm nədir onda mən baxıram? 200 kilometr, düzdür? Bəli. Deyirəm, indi bunu sürəti 80 ilə getsə, sürətini 80 ilə getdikdə nə qədər vaxta getmiş olacaq? 2,5 saat, düzdürmü? Deməli, vaxtım neynədir? Artdı. Mənim sürətim azaldı, amma vaxtım artdı. Nə qədər sürətli gedirəmsə, gedəcəyim yerə bir o qədər tez gəlib çatıram. Nə qədər sürətimi azaldıramsa, mənim sərf eləyəcəyim vaxt təbii ki, istərsəməz bir o qədər dəfə artmış olur. Yəni mən bundan da bilmək olar ki, yəni 200 bölürsə, sən onsuz da 2,5 verir. Bəli, 2,5 verir. Əvvəlcə 100 kilometrlə, 100 kilometr sürətlə, 100 kilometr sürətlə neçə saata gedirdi? 2. İndi 2. 80 ilə neçəyə gedir? 2,5. Bax, sürətim azaldı, vaxtım artdı. 100 idi, 80 oldu. 2 idi, 2,5 oldu. Artım oldu. Bir tərəf azalanda o biri tərəf artır. Tərs mütənasib asılılıqda. Amma müqayisə etdikdə təbii ki, yenə ikisinin hasili bir-birinə bərabər olmalıdır. Yəni burada mən 100-ü də 2-yə vuranda mənə 200 verir. 80-i də 2,5-ə vurduqda mənə yenə 200-ü vermiş olur. Yəni məsafəmiz eyni olur. Gələk indi faizə. Deməli, faiz nədir? Ədədin %1 hissəsinə faiz deyilir və yanında belə bir işarə ilə işarə olunur. Deməli, ədədi faizə çevirmək üçün bayaq dərsin əvvəlində də dedik, nə edirik? Ədədi deyilən qiyməti 100-ə vurmaq lazımdır. Misal üçün mənə onda 7 deyirsə, bunu ilə kəsir başa düşdünsə başa düşəcəksin. Bax, onda 7. 10 hissədən 7 hissəni soruşur mənə. Bunun faizlə qiymətini soruşursa, bunu avtomatik vururuq nəyə? 100 faizə. Deməli, onda 7-ni də vuranda 100-ə verir bizə nə? 70 faiz qiymətini. Və yaxud da başqa bir qiymət olsun. Bax, elə təsadüfdən mənim yazdığım qiyməti 5-də 3-ü götürüblər. 5-dən 3-ü faizlə ifadə etmək istədikdə biz 100-ə vururuq və tapırıq 60 faiz qiymətini. Bir də var faizin ədədi çevrilməsi. Bu zaman isə əksinə biz qiyməti 100-ə bölməliyik. Ədədi faizə çevirəndə 100-ə vurmaq lazımdır. Faizə də çevirmək üçün isə 100-ə bölmək 100 lazımdır. bölməliyəm.
Bəli, əgər 80%-dirsə, 80-i ədədlə ifadə etmək üçün 80-i bölürəm 100-ə, tapıram onda 8-i. Yəni ondan 8% hissəsini göstərdiyini görürəm. Bir də ədədin faizinin tapılması. Bu nə deməkdir? Ədədin faizini demək, yəni A ədədinin P faizidir. Deyirəm ki, hansısa bir A qiymətidir. Bunun P faizini mənim üçün ifadə elə. Bu zaman A-nı həmişə götürürük 100%. A bizim bütövümüzdür, tam ədədimizdir. Mənə lazımdır bunun P faizi, P hissəsi lazımdır. Həmin o hissəni tapmaq üçün nə edirik? A-nı P-yə vururuq, bölürük 100-ə. Ədədi deyilən qiymətin hissəsinə, faizinə vururuq və bölürük 100% hissəsinə. Bunu əgər düstur kimi əzbərləyə bilməsən, məntiqini sadəcə başa düşməyin kifayət eləyəcək. Yəni məntiqini sadəcə biz tutduqda ki, nə hissəsidir. Artıq bu bəs eləyir bizim üçün. Yəni sırf belə mən səndən düstur əzbər tələb eləmirəm. Əsas odur ki, ədədin məntiqini başa düşəsən. Bax, tutaq ki, mənə deyir ki, 30 ədədinin 60%-ni tap. 30-un mən bilirəm ki, nədir onda? Bütövdür, 100-dür. Bütövümün hamısı birlikdə 100% təşkil eləyir də. Bu da nəyə bərabərdir deyir? 30 ədədinə. Deyir, indi bunun 60%-ni tapaq. Bunun 60%-ni tapmaq üçünsə faizi faizin altına yazırıq. Yəni tənasüb üsulu ilə getsən, sənə rahat olacaq bu şəkildə. 100% işarəsinin altına 60% işarəsini qoyuruq və qabağına da yazırıq bir dənə x və çarpaz şəkildə bu ikisinin bir-birinə hasili bərabər olur. 30-un 60-a hasili 100-ün x-ə hasilinə bərabər olmuş olur. Və biz buradan x-i tapmaq üçün 30-u vurub 60-a bölməliyik 100-ə. Bax, eyni mənim dediyim şeyi yazıblar burada. Sadəcə burada düstur formasındadır, amma mən sən quru-quru həmin o düsturu əzbərləməyini istəmirəm. Yəni məntiqini başa düş ki, bu A nədir, P nədir? Çünki bəzən düsturlarda da B yazırlar. A və B faizi, B-nin A faizi və s. Belə səni çaşdıra da bilərlər. Hətta ifadələrin yerini dəyişə bilərlər. Tutaq ki, burada deyir ki, A ədədinin P faizi, başqa bir test sualında deyə bilər ki, P ədədinin A faizini tap. Yəni quru-quru əzbərləsən, sən orada mexaniki səhvə yol verə bilərsən. Amma sən bildikdə ki, A ədədi mənim əgər ədədimin özüdürsə, bütövümdürsə, demək ki 100%-ə bərabərdir. Onun 60%-ni tapmaq üçün də bu şəkildə tənasüb qurduqda 30-u 60-a vurub bölməliyəm 100-ə, artıq sən məntiqini başa düşdükdə istənilən sualı çıxara biləcəksən rahat bir formada. Aydındır? Hı. Bəli, müəllimə. Yəni 180 də 100-ə bölsəkdə eyni şey alınır. Bəli. Amma fikir vermək lazımdır ki, düzgün bir formada faizi faizin altına yazmaq lazımdır həmişə belə tənasüb quran zaman. Ədədə ədədin altına və fikir vermək lazımdır ki, mənə verilən bu qiymət mənə deyir ki, 30 ədədinin 60%-ni tap. Bir də fərqli cürələri ola bilər. Deyə bilər ki, 15%-i 45 olan ədədi tap. Yəni mənim bu 45-im bütöv deyil ha. Mənim bu 45-im mənim 15%-imi ifadə eləyir. Mənə bütöv ədədi tapmaq lazımdır. Bütöv ədədi tapmaq üçün də, yəni 100%-i tapmaq lazımdır. Bu da x-ə bərabərdir. 45-i vururam 100-ə, bölürəm 15-ə. Bax, eyni mən dediyim. Yenə tənasüb qurulanda həmin şey çıxmış olur. Bildim, müəllimə. Aydındır? Bəli, bəli. Bir də gələk iki ədədin faiz nisbətinə. Mənə deyir ki, 30 ədədi 120-nin neçə faizidir? Bu tip məsələlərdə isə adi kəsr formasında 30 ədədi demir 120-nin neçə faizidir. 30-un 120-yə nisbətini vururam 100-ə. Və adi formada kəsrlə mən bunu tapmış oluram ki, 25%-ə bərabərdir. Bəli, müəllimə. Sonra, bir də kəmiyyətlərin dəyişməsinin faizdən ifadəsi var. Tutalım ki, mənə bir məhsul verir. Deyir, həmin məhsulun əvvəlcə qiyməti bu qədər idi. Onu artırdıq, filan qədər elədik, neçə faiz artdı. Bu zaman ilkin qiyməti götürürük 100%. İstəyir artım olsun, istəyir azalma olsun. İstəyir artım olsun, istəyir azalma. İlkin qiyməti götürürük 100% oldu. Bəli. İlkin qiyməti götürürəm 100%, nə qədər artıbdırsa, bunu iki formada tapa bilərsən. Tutaq ki, mənə deyir ki, neçə faiz artdı? Neçə faiz artdığını tapmaq üçün mən baxıram ki,
200 manatdan 250 manata kimi. Mənim 200 manatım nədir mənim üçün? 100% bütövdür, düzdür? 200-dən 250-yə neçə manat artıbdır? 50 manat. Demək ki, mən bunun 50 manatın neçə faiz olduğunu tapmalıyam. Bu şəkildə də tapa bilərsən və tənasibi qurduqda eyni bu ifadə çıxacaq. Ya da bəzən şagirdlər nə edirlər? Götürürlər 200-ü 100%, 250'ni de götürür ki x faizdir. Buradan tapır x üçün 125 faiz. Sonra da 125 faizdən çıxır 100 faiz. Yəni əvvəlcə belə deyək. Qiymətlərin fərqini tapıb sonra 10 faizlə də ifadə edə bilərsən. Ya da əksinə faizlə ifadəsini tapıb daha sonra onun qiymətlə müqayisəsini apara bilərsən. Çıxmasını yerinə yetirə bilərsən. Belə deyək. Yəni istəsən əvvəlcə çıxa bilərsən. Əvvəl çıxıb sonra faizini taparsan. İstəsən də faizini tapıb sonra çıxa bilərsən. Amma təbii ki, burada bu məsələ tipində sərfəli olan yol elə birinci yoldur. Amma bəzən şagirdlər bu yolu da getdiyinə görə istədim bir buna da toxunum. Yəni bəlkə sən də bu yolla gedirsən. Əgər nə qədər artdığını soruşursa, ilkin qiymətini 200-ü götürür həmişə 100%, artım məbləği nə qədər də 50, həmin o 50-ni də birbaşa faizdən qiymətini tapmış oluruq. Bir də azaldı formaları var. Azaldı formaları da təbii ki, həmçinin eyni formadadır. 250 manat mənim ilkin qiymətimdir. 250-ni burada götürürəm mən 100%. Baxıram 250-dən 200-ə keçmək üçün nə qədər manat azalıbdır? 50 manat. İndi baxıram ki, bu 50 manat məndə neçə faiz azalmanı ifadə edir. Yenə qiyməti manatın faizin altından qeyd edirəm. Və tənasibi qurduqda 250-nin x-ə hasili 100-ün 50-yə hasilinə bərabərdir. Və nisbətə baxdıqda verir bizə 20% qiymətini. Demək ki, 250 manatın 20%-i bizdə həmin o azalan 50 manatı ifadə etmiş olur. Bir də gəlir bizim məhlul məsələlərimiz. Məhlul məsələlərimiz də nədir? Tutaq ki, bizdə 40 qram duz məhlulu var. Bu 40 qram duz məhlulun 30 faizi. Bax, bu faiz nədirsə, bu orada spirt də ola bilər, duz da ola bilər. Bu həmin o suyun içindəki həmin o maddənin miqdarını göstərir. Duzlu məhlul duzla suyun qarışığıdır və yaxud da spirtlə qarışıq ola bilər. Burada indi misal üçün duzla götürübdür. Bu o deməkdir ki, 40 qram 30% duz məhlulunda. Bu 40 qramın 30% duzdur. Və buradan yenə mən tapmaq istədikdə ki, bu neçə qram duza bərabərdir? Ümumi məhlulu, yəni 40 qramı götürürəm 100%. 30%-i də qeyd edirəm 100%-in aşağısından və tənasüb qururam. Tənasübü qurduqda yenə 40-ın 30-u hasili 100-ün x-ə hasilinə bərabərdir. Bu da verir mənə 12 qram duzu. Aydındır? Bəli. Aha, eyni şəkildə də misal üçün 10 qram 20% duz məhlulu. Bu zamanda yenə həmin formada hesablayıram, tapıram 2 qram. Deyir indi bu ikisini neyinə qarışdır. Qarışdıranda bax 40 qram budur, 10 qram da budur, düzdürmü? İkisini qarışdıranda ümumilikdə 50 qram olmuş olur mənim məhlulum bütöv şəkildə. Bu mənim bütöv Bəli. məhlulumun miqdarıdır. İndi duzlarımın miqdarına baxıram. 12 qram bunda, 2 qram bunda duz var. Ümumilikdə 14 qram duz var. Baxıram ki, Bəli. indi bu neçə faizə bərabərdir bəs? Yenə 14-ün 100-ə hasili 50-nin x-i hasilinə bərabərdir. Ümumi məhlulu qarışdırıram və sırf onların içində olan duzların miqdarını nisbətlə tapmış oluram yenə eyni formada. Bir də gələk nə qədər su əlavə etmək lazımdır hissəsinə. Deyir ki, 20 qram 15% duz məhlula neçə qram su əlavə etmək lazımdır ki, 10% məhlul alınsın. Bunun üçün əvvəlcə mən həmin o 15%-i tapıram ki, nəyə bərabərdir? 3 qrama. Deməli, məndə 20 qram məhlul içərisində 3 qram duz var. İndi mən elə aha, deməli bizdə 20 qram məhlul var. Bunun 15%-i dedik ki, duzdur. Həmin duzun da miqdarının 3 qram olduğunu tapdıq. Deyir indi bunun üzərinə nə qədər su əlavə eləyək ki, həmin bu 3 qram duz bizdə 10% təşkilləsin. Yəni 10%-i məhlul alınsın deyir. Onda nə edirəm? Həmin o 3 qramı götürürəm 10%. Deyirəm görüm indi məndəki məhlul ümumilikdə nə qədər olmalıdır miqdarı ki 100%-ə bərabər olsun.
Buradan 3'ü vururam 100-ə 300, 300-ü bölürəm 10-a, verir mənə 30. Deməli, mənim yekun məhlulum nə olmalıdır? 30 qram olmalıdır. Məndə nədir bəs indi? 20 qramdır. Demək ki, mən bu 20-nin üzərinə də 10 qram su əlavə etməliyəm ki, ümumi məhlulun miqdarı 30 olsun. O 30-un da tərkibində 10%, yəni 3 qram duz alınmış olsun. Aydındır bu məsələdə? Bəli, bəli. Aha, keçək o biri tipə. Deməli. Hə, məsələnin bax dediyim şeyin həllinin davamı buradadır. Və bir misal daha. Deyir 25 qram 20% duz məhluluna neçə qram duz əlavə etmək lazımdır ki, bu dəfə 50% məhlul alınsın. Bu zaman nə edirik? Bu zaman suyun üzərindən işləyəcəm. 25 qram 20% deyirsə, mən buradan hesablayıram. Mənim bu 25 qramımın nə qədəri duzdur? Nə qədəri sudur? Yenə tənasüblə 25-im əgər 100-dürsə, 20'm də olsun x və x-in buradan mənə nə ifadə edir? 5 qram. 5 qram mənim nəyimdir? Duzum. Onda Duzu. suyuma nə qaldı? 20 qram məndə su qalmış oldu. Bəli. 20 sudur, 5 də duzdur. Deyir indi bunun üstünə nə qədər biz duz əlavə eləyək ki, 50%li olsun. Yəni bax bu 20 qram su, 20 su 50%-ə bərabər olsun. Və mən 50% olanda bilirəm ki, yarıya yarı olmuş olur da. Yəni 20 də mənim duzum olsun. 20 də duz olsun ki, yenə 50%-i təşkilləsin məndə. Baxıram onda məndə nə qədər duz çatışmır. 5 qram duzum var idi. Deməli 15 qram da əlavə etməliyəm ki, ümumi 20 qram duz olsun və 50%. 40-ın yarısı duz olmuş olsun. Aydın oldu? Bəli. Tamam. Bu izah elədiyim qaydalardan nəsə qaranlıq bir şey qalmadı ki? Xeyr, müəllimə, xeyr. Oldu. Onda vaxtın çatan qədər mütləq şəkildə nisbət tənasibi işlə. Digər dərslərdən əgər vaxt qalarsa faizi də işləyib çatdırsan lap gözəl. Sənin üçün elə baxarıq tez-tez getmiş olarıq. Onda güvəni bağlayaq. Keçək indi növbəti kitabımıza MHM-ə. Müəllimə, Bəli. siz keçdiyiniz uşaqlar indi hansı mövzudadılar? Ə, Mən keçdiyim uşaqlar, deməli biz misal üçün MHM güvəni bitirmişik. Artıq Dəyanət kitabındayıq, bəzi uşaqların izə kitabındayıq. Bundan əlavə bir də biz MHM-in yarısını keçmişik artıq, yəni sənə təzə başlamışıq hələ. Sadəcə onlarla belə deyək də həftədə 2 dəfə dərs keçirəm. Yəni normalda onlayn dərsim əslində mənim həftədə 2 dəfədir. Onlarla həftədə 2 dəfə mövzuda hər dərs bir mövzu olmaq şəklindən gedirdi. İndi sən elə vaxt qoşulubsan ki, vaxtı biraz artırmışıq. Həftədə 3 dəfə gedirik səninlə. Bizim. Aha. Deməli, burada harda qalmışdıq? Hə, vahidlərin artıb azalması ilə. Bəli, bəli. Aha. Deməli, buradan başlayırdıq. Hə, buyur, sualın varsa ver. Müəllimə, burada mənim sualım yoxdur. Burada sualın yoxdur, yaxşı. Harda sualın var? İlk nömrə neçədən başlayırsa dik başlayaq. Mənim 250-dən başlayırdı deyəsən. 250-dən başlayır sualların, yaxşı. Hə, 250-nin özünə baxmalıyam. Bəli, bəli. Yaxşı. Nə deyir 250-də? İki müxtəlif 4 rəqəmli ədədin cəmindən iki müxtəlif 3 rəqəmli ədədin fərqini çıxsaq, hansı ən kiçik ədədi almaq olar? Ən kiçik ədəd deyirsə, mən mümkün qədər o qiymətlərin, yəni fərqi məndə kiçik olmalıdır da. Onda mən ilk deyilən qiymətləri, ilk müxtəlif 4 qiyməti mümkün qədər kiçik götürüb o biri 3 dənəni mümkün qədər böyük götürəcəm ki, o biri 3 rəqəmliləri mümkün qədər böyük götürəcəm ki, qoy onlar arasındakı fərq mümkün qədər kiçik alınsın. Deyir indi 2 müxtəlif 4 rəqəmli ədəd. 2 müxtəlif 4 rəqəmli ən kiçik hansı qiymətim var? Biri 1. 1000, biri də Bəli. 1001 götürə bilərik. 2 dənə Bəli. müxtəlifdir, 4 rəqəmli qiymətdir. Bunların cəmi mənə nə verir? 2001, düzdür? Deyir Bəli. bunların cəmindən iki müxtəlif üç rəqəmli ədədin fərqini çıxaq və ən kiçik ədəd alınsın.
Bu zaman onda mən nə edərəm? Bu üç rəqəmliləri mən mümkün qədər elə qiymətlər seçməliyəm ki, bundan çıxanda mümkün qədər balaca bir ədəd alınsın. İki dənə müxtəlif üç rəqəmli qiymət gəl düşünün. Fərqləri mümkün qədər mənə böyük bir şey versin ki, mən bundan çıxanda ala bilim. Onda mən birini 999 götürə bilərəm. Bəli, Birini də 100 götürə bilərəm. bəli. Yəni mümkün qədər elə qiymətlər götürdüm ki, bu ikisinin qiyməti mənə mümkün qədər böyük fərq versin. Bu da mənə hansı qiyməti verir? 899-u verir. Bəli. Yəni mən 3 rəqəmli 2 dənə qiymət üçün ala biləcəyim mümkün ən böyük fərqi tapdım. Və həmin bu 2001-dən də çıxıram bu 899-u. 1-dən 9 çıxanda 2, 9 9 burada 0 qaldı və burada da 11. Cavabımız alındı nə? D variantı. Başa düşdüm. Aha, qeyd götürək, sonra növbəti nömrə. Yaxşı. Götürdüm mən. Növbəti nömrə Mənim növbəti nömrə bir də ki 264. 264. Deməli, mənə nisbətlər veribdi. Deyir, bunlar üçün hansı doğrudur? Mən baxıram ki, burada ilk üçündə nə var? Bölmə var. Yəni, bax, burada da bölmə var, burada da bölmə var, burada da. Yəni, ədədləri azaldıbdır. Amma t-ni olduğu kimi saxlayıbdır. Deməli, bu qiymətlər içində t məndə ən xırda olandır. T ən balaca olandır. İşarəyə görə də elə bu formada burada yazıram. T ən balaca. Digərləri böyük olacaq. İndi bu qaydaları xatırlayırıq. Deyirdik ki, ədədi nə qədər dəfə, nə qədər çox azaldıramsa, demək ki, o bir o qədər böyükdür. O çox böyükdür ki, mən onu çox azaldıb o birilərin səviyyəsinə çatdırmağa çalışıram. Ona görə burada ən böyük səncə hansı olar? Biri var mən 18 dəfə azaldıram, biri 12 dəfə, birini də 22 dəfə. Ən çox Mən hansını 12. azaltmışam? 12-ni. Ən çox hansını azaltmışam? Ən çox. 22-ni, 22. 22-ni. 22 dəfə azaltmışam. Gör bu ədəd nə qədər böyükdür ki, mən onu 22-yə bölmüşəm ki, balacalaşsın bu, bərabərləşsin. Deməli, ən böyüyüm hansıdır mənim burada? Z. Daha Z. sonra gəlirəm. Z-dən sonra daha biraz daha az, amma yenə də böyük azaltdığım hansıdır? 18x. Aha, bəli, X və ən sonuncu da gəlir Y. Bəli. Yəni bunu belə qaydasını əgər xatırlasaq, misal üçün necə demişdik? A bölək 5, B O. bölək 3 kimi götürək. Tutaq ki, buranın da nisbəti mənə 1 versin, buranın da nisbəti 1 versin. Onda burada A-ya 5, B-yə də 3 düşürdü. Bəli. Niyə nisbətlər, yəni birlər bir-birinə bərabər olsun deyə. Yəni mənim ədədim nə qədər çox böyükdürsə, mən onu bir o qədər çox dəfə azaltmalıyam ki, balacaların səviyyəsinə endirə bilim. Ona görə z böyükdür x, x böyükdür y, o da böyükdür t ifadəsini almış oluruq. O da D variantında. Müəllimə bir dənə söz demək olar. Bəli. Müəllimə, kəsrlərdə bildiyimiz nisbət kimi də götürmək olur. Ön kəsrlərin Bəli, nisbət kimi. bəli, kəsirlərdəki nisbətdə elə eyni şeydir. Bəli, o formada da götürə bilərsən. Yəni x-in 18-ə nisbəti bərabərdir y-in 12-yə nisbətinə, bərabərdir z-in 22-yə nisbəti. Yəni eyni şeydir. Sadəcə burada bölmə ilə yazıbdır. Mən indi burada bax kəsir formasında yazdım, nisbətini göstərdim. Eyni ifadədir, eyni şey deməkdir. Hamısı Bildim da müəllimə. t-yə bərabər olmalıdır. T-yə də misal üçün özünə bir qiymət qoya bilərsən. Növbəti nömrəmiz. Müəllimə, biz Bəli. həmişə 1 saat yarım keçirik də dərs. Bəli. Bildim müəllim. Mənim növbəti yoxdur. Başqa sualımız yoxdur artıq? Xeyr. Aha, yoxdursa əla. Keçək onda növbəti məsələlərə. Bugün başlayırıq onda sənlə tam hissə modelinə. Bir dənə nömrələrinə baxım görüm neçə dənə sualdır bu. Demək ki 281-də başlayır.
330-da, hə, elə bunu bir mövzunu tək verəcəm. Bunu tək işləyərsən. 50 dənə Deməli, də mənim. bəli, 50 dənədir, 50 dənə sualını elə işləyərsən. Biraz çünki məsələ tiplilərdə əsas odur məsələləri başa düşəsən. Tələsik mövzulara getməyək. Bunu bir mövzu şəklində verəcəm. Deməli, mənə deyir ki, birinci sualda 2 qabda 500 kiloqram meyvə var. Birinci qabdakı meyvənin çəkisini 2-yə vurub 10 çıxsaq, ikinci qabdakı meyvənin çəkisi alınır. Qablardakı meyvələrin çəkiləri fərqini tapaq. Yazıram birinci qab və ikinci qab. Bax, birinci qabda nə qədər olduğunu bilmirəm. Bir dənə kvadrat çəkdim, qutu çəkdim özümdən, bilmirəm. Yəni, bax, belə bir qabdır. Deyir, bunu ikiyə vursam, bax, bunu ikiyə vursam, yəni, bundan iki dənə olsa, vur, belə iki də yaza bilərsən, ya da elə bunu da iki dənə belə kvadrat kimi qoya bilərsən. Və bundan 10 çıxsaq, ikinci qabdakı meyvə alınır və bunların cəmi də mənə nə verir? 500 kiloqramı. Mən indi bunları toplasam mənə 3 dənə vermiş olur belə qutudan. Qab. Bəli. Və bundan 10 çıxanda, yəni bunları toplayırıq da. Yəni bunu toplayanda bu kvadratda bunların üstünə gəlmiş olduq. Bu mənim ikinci hissəm idi, bu mənim birinci qabım idi. Bərabər olsun nəyə? 500-ə. Bunları topladıqda mənə nə verir? 3 dənə kvadrat vermiş olur, 3 dənə fiqur vermiş olur. Həmin bu çıxaq onu da keçirdirəm tənliyin digər tərəfinə. 500-ün üzərinə əlavə edirəm o 10 qiymətini. Verir mənə 510. Yəni 10 çıxıb O. alıb 500. Üstünə də 10 gəlirəm ki, tapım. Və 3 dənəsinin 510-a bərabər olduğunu görürəm. Onda bir dənəsi üçün qiymət nəyə bərabərdir? 170-ə olur. Bəli. Mənim 170-dən 10 çıxanda Yox, indi tələsmə orada. 170-dən 10 çıxmaq üçün, bax mənim bir dənə qutum 170-dir. Yəni birincimin qiyməti 170-dir. Mən ikincini tapmaq istəyirəmsə, bu 170-i vururam 2-yə, verir mənə 300. 340-ı. Və bundan da çıxıram 10-u, verir mənə 330-u. Demək ki, mənim bu ikincim nəyə bərabərdir? 330-a. Bunu bu formada da tapmaq olar. Və yaxud da birincini tapmadıq 170. 500-dən 170-ə çıxıb yenə ikinci üçün 330-u tapmış oluram. Mən indi qablarımdakı miqdarları tapmış oldum. Biri 330-dur, biri 170. Məndən nə istəyir? Bunların fərqini. Mənim Yəni cavab 330-dan da çıxmalıyam 170-i. Bu da verir mənə 60. 160 qiymətini. Aha. Aydın oldu bu tip məsələlər. Bəli. Aha. Bir dənə də ikinci tip məsələyə baxaq, deməli. Bunu qeyd götürdük, Ömər. Bəli, müəllimə, bəli götürdüm. Ha. Bir dənə də ikinci tip məsələyə baxaq. Deyir ki, birinci qutuda olan qələmlərin sayı ikinci qutuda olan qələmlərin sayından 3 dəfə çoxdur. İki qutuda cəmi 32 qələm varsa, birinci qutuda olan qələmlərin sayı ikinci qutuda olan qələmlərin sayından neçə qələm çoxdur? Bunu da bu dəfə misal üçün yuxarıda fiqurlarla ifadə eləmişdim. Bu dəfə məhculla, tənliklə həll edəcəm. Yazıram birinci qutu, yazıram ikinci qutu. Sənə hansı üsul rahat olarsa ondan istifadə edərsən. Birinci qutuda olan qələmlərin sayını bilmirəm. Götürürəm X. Yəni yuxarıda kvadrat götürmüşdüm. Burada X-lə işarə elədim. Yəni işarə sərbəst, öyrən necə istəyir elə. Deyir ki, ikinci qutuda olan qələmlərin sayından 3 dəfə çoxdur. Birinci qutuda olan qələmlərin sayı. Hə, onda belə götürürəm. İkinci qutuda götürürəm X. Demir, birinci bundan 3 dəfə çoxdur. Yəni mən ikincidə olan bu X-i vurmalıyam 3-ə. 3 dəfə çox olsun. Bax, fikir ver. İkincidə götürdüm X dənə qələm. Birincidə də demir bundan 3 dəfə çoxdur. Bəli. Yəni bunun 3 mislidir. İkincidə olan x dənə qələmi mən 3-ə vurmalıyam ki, birincini ifadə eləsin. Və deyir bunların cəmi də nəyə bərabərdir? 32 qələmə toplayanda 32 qələm versin. İndi 3 dənə x-lə mən x-i toplayıram, versin mənə 32-ni, ikisinin cəmini. Verir mənə 4x bərabərdir 32. Buradan da x-im üçün nə çıxır? 32-ni bölürəm 4-ə 8. Deməli, mənim ikinci qutumda 8 dənə qələm var. Bu mənim ikinci qutum. Birinci qutuma nə qalmış olur bəs? Bunun 3 misli idi də birinci qutumda, düzdür? Bəli. Orada da 24 dənə qələm olmuş oldu. Bu da Bəli. birinci qutum. Məndən nə istəyir? Deyir ki, indi birinci qutuda olan qələmlərin sayı ikincidə olanlardan neçə qələm çoxdur? Birincidə 24-dür, ikincidə 8. Bu ikisinin fərqini soruşur. Bu da verir bizə 16 qiymətini, yəni D variantını.
Aydın oldu mu Bildim. bu da? Bəli. Aha, yəni tam hissə modeli belə məsələlər verir. Sadəcə sən ifadə edirsən. Tutaq ki, birinci qabdakını x-lə götürürsən, o birindəkini onun misilləri ilə və yaxud da fərqi ilə də məsələ özü sənə deyir. Nə deyirsə, o formada ifadə eləyirsən və bir tənlik alırsan. Və yaxud da fiqurlarla da çəkə bilərsən. Tam hissə modeli uyğun qurmaq istəyirsənsə, tam formada fiqurlarla da çəkə bilərsən. Yaxşı? Yaxşı. Aha, başqa bir nəsə sual varmı? İstəsən yəni test kitabına bax. Əgər hansısa bir sual varsa, gəl indi belə çevirək. Hansısa maraqlı sənə sual varsa, onun da izahını verim elə. Bəli, mənim var. Hə, buyur. Hansı? 296. 296-ya baxaq. Yaxşı. Deməli 296. Deyir 1 kilo bananın qiyməti portağalın qiymətindən 40 qəpik baha. Narın qiymətindən 20 qəpik ucuzdur. Aha. Deməli, uyğun qiymətləri veribdi. Narın qiymətini soruşur. Gəl ifadə eləyək, yaxşı. Qeyd eləyirəm, banan, portağal və nar. Nə deyir? Deyir ki, bananın qiyməti portağalın qiymətindən 40 qəpik baha. Onda portağalı qoyuram özümdən bir dənə x, banana da qoyuram x üstə gələk 40, yəni qəpiklə ifadə edirəm hələ. Və deyir bu bananın qiyməti portağalın qiymətindən 40 qəpik bahadır, narın qiymətindən 20 qəpik ucuzdur. Yəni bax nar banandan 20 qəpik bahadır. Demək ki mən bananın pulunun üstünə 20 qəpik də əlavə etməliyəm ki, narın qiymətini tapım. Onda nar üçün x üstə gələk 60 alınır. Bəli. Aha, burada nəsə bir zincir qırılma yoxdur ki, başa düşdük nə dediyimi. Bəli, bəli. Deyir indi 4 kilo banan alıbdı. 4 kiloqram bu. 3 kilo portağal. 3 kiloqram bu. Və nar üçün də nə qədər alıbdı? 5 kiloqram da nar alıbdı. Və ümumilikdə 28 manat 60 qəpik pul ödəyibdi. İndi mən nə edirəm? Bu 4-ü vururam bu x üstə gələk 40-a. Buradan mənə 4x üstə gələk 160 verir qəpiklə. Burada Bəli. 3x, burada da 5x üstə gələk 300 verir. Bax bunların toplam miqdarı, yəni bax kiloya uyğun qiymətlərin hasili mənə verir 28 manat 60 qəpiyə. Bunları toplasam deməli x-ləri 4x-i, 3x-i, 5x-i mənə nə verir? 12x verdi. Birbaşa yazdım mən burada artıq. Bəli. Üzərinə gələk 460 oldu mu? Bəli. Bərabərdir bu nəyə deyir? Belə qəpiklə ifadə edirəm. Bu şəkildə qəpiyimdə yazdım. Deyir bax ümumi bu qədər pul ödəyibdi. Gəl indi tapaq. 12x-in buradan nəyə bərabərdir? 2860-dan çıxıram 460-ı. Cavab 2400. Aha. X-imə nə O da düşür? X-imə də 200 mənim düşdü. 200. Bəli. Bax bunlar hamısı qəpiklə daha hələ. İndi mən buradan baxıram ki, mən nəyi tapmışam? X-i tapmışam. Məndən nə istəyir? Narın pulunu. Narın pulunun nə Bəli. olduğunu gördüm mən. X üstə gələk 60, düzdürmü? Demək ki, mən X üstə gələk 60-ı tapmaq üçün də 200-ün üstünə gəlirəm 60-ı. Verir mənə 260. Bu da nədir? Yəni 2 manat 60 qəpik. Demək ki, məndə Cavab B. narın qiyməti bəli 2 manat 60 qəpik olmuş olur. Başa düşdük məsələ tipini? Bəli, bəli. Qeyd götürək. Yaxşı, Elə tamam. digər məsələlər də buna bənzəyən formadadır. Yaxşı. Aslında onlardan taktiğini bu bilmem sıkıntıları bildireceğim. Bu çok. Evet. Bilim var bunlar da. O utanma öyle bir şey.
Sonra verirsən, yaxşı olur. Sonra vermək lazımdır. Yox, 20 alır. Bitdi müəllimə. Aha. Deməli bu mövzunun digər testlərini də evdə işləyirik yenə. İndi Yox. getdik axırıncı şəkilləri göndərdiyim testə, düzdürmü? Məhəmməd göndərmişdiniz? Göndərməmişəm. Göndərdiyimi xatırlayıram axı. O bir də baxım müəllimə. Mən elə bilirəm göndərməmişsiniz. Elə bilirəm göndər. Hayır, göndərmişəm mən, göndərmişəm. Ha, elə bildim müəllimə bu keçən dəfə müəllimə o birisi dərsi o birisi dərs atdığımız deyil. İşləməmişik indi. Müəllimə siz tez işləyim. Tamam, elə Zoom-un vaxtı bitənə kimi onda hissə-hissə işləyək. Şəkillər Yaxşı. səndə mövcuddur da, düzdür? Bax, birinci 16-cı səhifədən başlayırıq. İstəyirsən burada belə ekrandan bax, şəkilləri zaten göndərmişəm sənə. Bu səhifəni işlə, bu 7 dənə sualı. Bitirəndə denən yoxlayaq, izahını verək harda səhv varsa. Yaxşı? Böyle Aha, gözləyirəm. 15-20 olanlar gördüğünüz sonra sen bak şaşma. 100 Mart'ın şu sayısı. 20 Mart'sı. Bana kendine 26 aile ödemiş 26 Mart 33 geldi. Sırasın Mart dersleri. 26 Mart ders. 68 gün geçiyor. 16 Mart ders. Şu an özel 20 Mart. Bilmeye bakıyoruz. Müəllimə birincinin cavabı A variantıdır. Bir-bir işləyək deyirsən. Bəlkə 7-sini də bitirmədin. Yaxşı müəllimə onda 7-sini də bitir. Yəni sınaq kimi eləyək də 7 dənəsini davamlı işlə. O 7 dənədən yoxlayaq, hansılar səhv çıxarsa onun izahını verib. Bəli, bəli, yaxşı. Yox. Müəllimə bir dənə üçüncü sualın izahını verə bilərik. 3 dedin, düzdür? Bəli, bəli, bəli. Deməli. Al, öydək. Deyim məktəbdə xor, rəqs və xor dərnəkləri təşkil olunubdur. Xorla məşğul olanlar 12 nəfər, rəqslə məşğul olanlar isə 15 nəfərdir. Şagirdlərdən 6 nəfəri hər ikisi ilə məşğuldur. Bax burada biz burada çoxluq çəkirik. Çoxluqları Venn diaqramı ilə ifadə edirik. Deyir 6 nəfər hər iki dərnəkdə iştirak edir. 6-sını hər iki yerə yazmış oluram. Bax bir tərəfdən rəqsi, bir tərəfdən də xoru qeyd eləmiş oldum.
Burada indi mən baxıram ki, deyir rəqsdə cəmi neçə nəfər iştirak eləyir? 15 nəfər, düzdür? 15 nəfər. 6 Hə, nəfəri həm də xordadır. Onda tək rəqsdə neçə nəfər qalır? 15-dən çıxıram 6-nı, qalır 9. 9. Xora baxıram, 12 nəfərdir cəmi məşğul olan. 6-sı həm də rəqslə məşğul olur. Təkcə xorla məşğul olanlar onda 6 nəfər qalmış olur. Və Bəli, bəli. bunları tam topladıqda bütün şagirdlərin cəmini tapmış oluram. 9 üstə gələk 6, üstə gələk 6. Bu da verir mənə 21 nəfər şagird. Yəni Bəli, müəllimə, bəli. belli. Ya da bunları birbaşa həll etmək istəyirsənsə, əgər toplayıb çıxma üsulundan istifadə edə bilərsən. Necə? 15 nəfər rəqsdə, 12 nəfər xorda deyir. 15 ilə 12-ni toplayıb, sonra o hər ikisində məşğul olan 6 nəfər deyil, qayıdıb bu 6 nəfəri çıxma üsulu ilə birbaşa da gedə bilərsən. Sadəcə mən məntiqini başa düş deyə birinci bu formada göstərdim. Başa düşdüm mən. Aha. Müəllimə, biraz ekranı aşağı eləyəcəm. Aşağı belə. Hə, bəli. Tamam. Sağ ol. Mən 60-ı 100 bir manatlı qəpiyə böləndə neçə eləyir təxmini? 60'a bax Ömər, mən istəyirəm sınaq kimi işlədim bunları sənə, amma bir türlü alınmır. Bax tam şəkildə işlə, sualların hamısının bir-bir izahını verəcəm. Amma mən əvvəlcə istəyirəm görüm sən nə qədərini tam sərbəst həll edə bilirsən. Yaxşı? Bildim müəllimə. Bax bu səhifəni bir tamamla, görüm bu səhifədən təmiz özün nə qədər işləyə bilirsən. Zaten sən səhifəni axıra çatıb hər suala bir dəfə baxdıqdan sonra mən hamısını sənə izah eləyəcəm. Hə, hansısa sual təsadüfən düz çıxıbdı, tam dəqiq həllini bilmirsənsə, ona da bir işarə qoy, bir sual işarəsi qoy, onun da izahını verəsiyəm. Sadəcə baxım görüm sərbəst nə qədər həll edə bilirsən, bunu görmək istəyirəm. Yəni bütün şagirdlərdə elədiyim prosedurdur bu. Bildim mən. Müəllimə, biraz ekranı yuxarı eləyərdiniz, mən eləyə bilmirəm. Niye? Telefonda Ya, gitmiyor. müəllimə də Ha. aşağıdakı bölümlərdə necəsə oldu. 100 kilometr zəmin oldu. 100 metr. 100 kilometr. Yox. 100 kilometr. 100 metr. Sən 100 metr eləyirsən. Sən. Müəllimə, T nə idi? Yadımdan çıxdı. Ton. Ton. Bəli, ton. 7 ton. 7. Senədir. 3 ton. 3 ton. 8 ton. 8 ton. 8 ton. 6 ton. 8. Cavab ver. Müəllimə, sığ nədir? Sız sentner. Yəni setr hərəsi bir 100 kiloqram eləyir də. Bəli, ton var, bir də sentner var. Bir tonumuz 1000 kiloqramdır, bir sentnerimiz 100 sentner, 100 kiloqram. Bildim. Müəllimə, biraz ekran aşağı.
Neyliyim bilemiyorum da. İçinde 205 öğrenci. İçinde 2 kırmızı 5 öğrenci. 5 işte. İç. Aşağıda. Müəllimə bitti. Yaxşı, başlayaq onda yoxlamağa. Birinci sualdan oxu. Birinci sual nə variant tapıbsan? A. Birə işarə qoyaq, izah verəcəyik. 2, D. yox, 2 də deyil. 3-ü izah elədik. 4-də, B. yox. 5-də, B. 5 doğrudur. 6, C. 6-ya işarə. 7, A. işarə. Deməli, 1 ilə başlayaq. Deyir 3 ədədin cəmi 296-dır. Birinci toplanan 38, üçüncü toplanan isə ikincidən 80 vahid çoxdur. Üçüncü toplanan neçədir? Qeyd edirəm birinci, ikinci və üçüncü. Birincini mənə özü veribdi, deyir 38-dir. Üçünün cəminin də 296 olduğunu deyir. 296. Deyir ki, ikinci ilə üçüncü arasında da 80 vahid fərq var. Yəni ikinci miksdir, üçüncü ondan 80 vahid böyükdür. X üstə gələk 80-dir. Mən indi bunları bu şəkildə yazsam, yəni 38 üstə gələk x, üstə gələk x üstə gələk 80, yəni birinci, ikinci, üçüncü ədədlərim. Bunların cəmi verməlidir mənə 296-nı. Buradan mən topladıqda verir mənə 2x üstə gələk 118 bərabərdir 296 qiymətinə. 2 dənə x-im üçün alıram nəyi? 296-dan çıxıram 118-i. Verir mənə 178 ifadəsini. X-im də nəyə bərabərdir? 178-i bölməliyəm 2-yə. Verir mənə nəyi? 89-u. Bu məndə hansı qiymətdir? X. X nə idi məndə? İkinci qiymətim. Məndən üçüncünü soruşur. Üçüncü nəyə bərabərdir? Bəs x üstə gələk 80-ə. Yəni 89-un da üstünə mən 80 artırmalıyam. Bu da 169 verir. Yəni D variantını. Qeyd götürək. Götürdüm müəllimə. Götürmüş. Aha. Sonra 2-də var problem. Deməli. Deyir ki, mənə yeni səhifə açaq. 150-dən 150 ilə 100-ün fərqin kimisini çıxar. Əvvəlcə bax 150-ni yazdım olduğu kimi yerinə. Mötərizənin qiymətini tapmalıyam mən təbii ki. 150-dən 100 çıxanda mənə nə verir? 50 qiyməti 50. düşdü. 50-ni də vurmalıyam 2-yə, kiçik olsun A-dan. 150-dən çıxıram nəyi? 50 ilə 2-nin hasilini, yəni 100-ü kiçik olsun A-dan. 50 də kiçikdir A ifadəsini verir. Bu zaman əgər 50 A-dan kiçikdirsə, 50 ən xırda hansı qiymət ala bilər? 51 qiymətini. Müəllimə mən də elə yazmışam. Heç çaşıb 5 oxumuşam. Variantı yanlış demişik. Bəli müəllimə, bəli. Ha, tamam. Sonra dördüncü suala baxmalıyıq bir də düzdür. Bəli, bəli. Deyir bir satıcının 60 dənə qarpızı var. O qarpızların hər birini 1 manata satarsa 30 manat xeyir əldə edər. Satıcı qarpızlardan hər birini 1 manat 50 qəpiyə satarsa neçə manat xeyir əldə eləyər? Bax 60 dənə qarpızı hər birini 1 manatdan satarsa bu zaman 60 manat almış olur, 60 manat almış Bəli. olur, düzdür? Bəli. 60 manat almış oldu. Deyir indi bu 60 manatdan 30 manat xeyir əldə eləmiş olur o. Əgər deyir, bax 60 manat alıbdı, bunun 30 manatı onun qazancıdır. Onda qarpızların maya dəyəri elə 30 manat olmuş olur. Bəli.
Bax 60 manat aldım, onun 30 manatı mənə qazanc oldu. Demək ki, 30 manatı da mənim maya dəyərimdir. 30 manat elə mən qarpızları almaq üçün əldə eləmişəm. İndi mənə deyir ki, 60 dənə qarpızı bu dəfə 1 manat 50 qəpiyə satsam, onda mən nə edirəm? 60-ı vururam 1,5-ə, yəni 1 manat 50 qəpiyə. Bu zaman mənə nə vermiş olur? 90 vermiş olur. 90 Bəli. manat verdi, düzdür? Yəni 90 manat almış oldum ümumi satışda. Bu 90 manatın 30 manatı qarpızların maya dəyəridir. Yəni almaq üçün istifadə etdiyim puldur. Onda mənim cibimə qazanc nə qədər qalmış olur? 90-dan da çıxıram 30-u tapıram ki, qazancım 60 manat olar. Məmə düz yazmışam mən. Variantı nə deyibsən bəs mən? Məmə A. A deyibsən, ola bilər bəlkə mən fikirli olub səhv götürmüşəm. Düzgün cavab A-dır, bəli. Ola bilər mən variantı səhv götürmüşəm. Tamam. Mexaniki səhvlər ola bilər. Hə, sonra 5-də var problem. Xeyr məmə. 6-da varmı? Altda müəllimə. Mənim deyəsən səhvdir alt. Nə yazıbsan 6-ya? C. C. Aha, baxmalıyıq. Deməli, içində 2 dənə qırmızı, 5 dənə ağ rəngli olan şar olan qutudan qırmızının çıxma ehtimalı. Məndə cəmi neçə dənə şar var? 2 dənə qırmızı, 5 dənə ağ, cəmi 7 dənə şar var, düzdür? Bəli. Bax, ümumi cəmi həmişə aşağı yazırıq. Məndə cəmi 7 dənə şar var. Bəs bunlardan nə istəyir? Qırmızıların çıxma ehtimalını. Məndə qırmızı neçə dənədir? 2 dənə. Deməli, ümumi 7 dənə şardan 2 dənəsi qırmızı çıxa bilər. Bu da 7-də 2 ehtimalını verir mənə. 7-də 2 bilim. Bəli, o da D variantında. Sonra 7-ci sualda varmı problem? Məmə bir dənə söz deyə bilərəm. Bəli. Müəllimə, burada deyirlər, mən 7-də A götürmüşəm, amma həqiqətən də cavab deyəsən A olmalıdır. Yox, burada A deyil, C-dir. Gəl baxaq. Deyir bölünənin ala biləcəyi ən böyük qiyməti tapaq. Biri var ən böyük anlayışı, biri var ən kiçik. Bax, bölünəni mən burada tapmaq üçün, bu kvadratı, yəni bölünəni tapmaq üçün nə edirəm? 12-ni vururam 22-yə, üstünə gəlirəm qalığı, düzdür? Bax, bu qalıqda bizim bir dənə şərtimiz var. Əgər burada qalıq qalırsa, mənim burada bölünənim iki formada qiymət ala bilər. Bir ən böyük, bir ən kiçik. Mən burada bölənə baxmalıyam bunun üçün. Bölənim 12-dir, düzdür? Mən 12-yə böləndə mənim qalıqlarım hardan hara qiymət ala bilər? Ən kiçik 1 qiymətini, ən böyük də 11 qiymətini ala bilər 12-yə böləndə bir qiymət qalıq olaraq. Bəli. Aha, indi məndən ən böyüyü soruşur. Mən bəli, əgər ki 12-ni 22-yə vursam, mənə nə verir? 264 düzdür? Bəli. Bax, bu 264 bu ikisinin hasilidir. Amma məndə baxıram ki, qalıq da var. Yəni 264-ün üzərinə mən qalıq əlavə eləməliyəm. Əgər ki məndən ən kiçiyi soruşsaydı, qalıq da qalıb desəydi, onda üstünə sadəcə bir gələr 265 yazardım. Yox, qalıq olmasaydı elə 264-ün özünü götürərdim. Amma mənə deyir ki, bölünənin ala biləcəyi ən böyük qiymət. Ən böyük qiyməti deyirsə, onda qalığın ən böyük qiymətini mən düşünməliyəm. Yaxşımı? Bu da ola bilər məndə 11. Əgər 12-yə bölürəmsə, 12-yə böləndə mənim əldə edə biləcəyim ən böyük qalıq ondan bir vahid kiçik olur. Tutaq ki 12 yox, burada başqa bir qiymət ola bilərdi. 12 əvəzinə mənim bölənim nə bilim 25 ola bilərdi. 25-ə böləndə ala biləcəyim ən böyük qalıq ondan bir vahid əksikdir. 24-dür. Aydındır? Bildim. Aha, bax buna əsasəndir.